Herkese salam dostlar, kanalıma videoma xoş gəldiniz. Bugün yeni bir videoyla qarşınızdayım. Videoyu keçməzdən və kanalda destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like edə bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Linkli şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, səhm tanıtımları edir. Həmçinin deməli alış-satış nöqtələrini paylaşıram dostlar sizlərlə. Deməli dostlar deməli duyurum da olacaq ki sizlərə artıq Maliyyə Adamı Telegram kanalının VIP investisiya qrupu açıldı və bu qrupa təbii olaraq ilk olaraq məbləği 40 manat təyin etmişdim aylıq olaraq. Lakin sizlərə bir endirim etmək istədim və yanvarın 1-nə kimi qeydiyyatdan keçənlər 40 AZ-nin ödənişdən sonra, yəni qrupun aylıq ödənişini, 1 aylıq ödənişini etdikdən sonra 3 aylıq olaraq qrupda qala biləcəklər və 3 ay boyunca qrupdakı hər ay minimum 2 yeni səhm, fərqi yoxdur, penny stock olsun və yaxud dəyəri 10-15 dollarlıq bir səhm olsun. Əsasən dəyəri aşağı olan deməli səhmlərin tanıtımını da edəcəm ki, daha çox qazanasınız. Həmçinin alış-satış nöqtələri, şəxsi investisiya portfelləri, yəni sizə uyğun investisiya portfelləri hazırlayacağam ki, və onların risk dərəcələrini də özüm təyin edəcəm. Giriş satış nöqtələrini təyin edib paylaşacağam. Gündəlik deməli səhmlərin analizlərini, şəxsi fundamental və texniki analizləri və s. Yəni dostlar, bu fond bazarına aid hər şeyi paylaşacağam bu VIP investisiya qrupunda. Sadəcə və sadəcə siz bu deməli paylaşımlara baxıb həm öyrənəcəksiniz, həm də yararlanıb pul qazanacaqsınız. Yəni bu büdcəyə bunu edən yəqin ki dünyada yoxdur. Sadəcə niyə ödənişli edirəm dostlar? Məqsədim budur ki, yəni bu işlə məşğul olmaq istəyənlər, həqiqətən də dəyər vermək istəyənləri bir araya toplayım. Yəni qrupumuzda məsələn 59 nəfər varsa, bu 59 nəfərin hamısı qrupu izləyirmi? Xeyr, hamısı qrupu izləmir. Ona görə də bu 59 nəfərin hamısı üçün əksəriyyəti, yəni məsələn 59 nəfərin yarısı qrupu izləmirsə, gördüyünüz kimi baxış sayıları 18, 20, maksimum 30 olur. İzləmirsə bunu paylaşmanın mənası yoxdur. Ona görə də dostlar, əsas bu işi əsas görənlər, vacib görənlər üçün VIP qrup açmaq və burada paylaşımlar etmək. Ona görə də kiçik bir məbləğ qoydum dostlar. Nəticə etibarilə bu qrupa qoşulanlar üçün 40 AZ-in heç nə olacaq dostlar. Çünki biz günə 100 dollardan çox qazana da bilirik, itirə də bilirik. Yəni 40 AZ-in bunun yanında heç nədir dostlar. Neysə, videoya keçək dostlar. Bugünkü videoda deməli Telegram kanalında da söz verdiyimin üzərinə investisiya yeni başlayanlara etdiyi 3 böyük səhv haqqında danışacağam. Telegram kanalı linki şərhlərdə olacaq, oradan daxil ola bilərsiniz. Deməli dostlar, belə. İlk olaraq gəldik TradingView-ya. TradingView-da sizlərə izah etmək daha mənim üçün rahat, ona görə buradan istifadə edirəm. İlk olaraq dostlar, əgər fond bazarına, səhm alışına, səhm bazarına yeni başlayırsınızsa, etdiyiniz ən böyük ilk səhv penny stoklardan başlamağınız olacaq. Yəni kiçik həcmli hissələrdən alışına başlamağınız bu bazarda edəcəyiniz ən böyük və ilk ən böyük səhvlərdən biri olacaq. Niyə dostlar? Çünki məsələn burada gəldi hissələr ABŞ hissə sənədləri bölümünə, ABŞ stokları bölümünə gəldi. Burada qiyməti ən aşağıya çəkək. Gördüyünüz kimi 3 sent, məsəl üçün 4 sent. Burada nədir? Əsas sağlamlıq texnologiyası bir səhmə daxil olduq. Məsələn, dostlar sizə bunu deyim ki, yəni bu penny stoklar deməli gördüyünüz kimi bütün zamanlarda 99% dəyər itirir və bu dəyər itirmələr də boşdan deyil. İllərlə deməli illərlə uğursuz fəaliyyətlər yürüdürlər. Yəni uğursuz fəaliyyət edirlər, səhm satırlar, yenidən pul qazanıb yenidən uğursuz fəaliyyət yürüdürlər. Və nəticə etibarilə bir dönüş nöqtəsi yaranır ki, biz o dönüş nöqtəsindən yararlanmağa çalışırıq. Amma siz ilk pulunuzu ilk fond bazarına girərkən penny stoklara yönləndirsəniz, yəni siz əlinizdəki puldan da olacaqsınız. Ona görə də çox risklidir və mənası olmayan bir yatırımdır ilk olaraq penny stoklara yatırım etmək. Fərqi yoxdur, bu şirkət olsun, bu şirkət. İndi bunları araşdırmamışam, sadəcə nümunə olaraq göstərirəm. Yəni o demək deyil ki, bu şirkətlər uğursuzdur, dönməyəcək və s. Yəni dediyim budur ki, bu şirkətlərin zaten uğursuzluqla bu yerə çatıblar və yaxud yeni başlayıblar bu şirkətlər. Yəni hələ tam bazarın deməli bazara hakim deyirlər. Məsələn, elə şirkətlər var ki, səhm satış eləyəndə çox dəyər itirmə haqqında belə tam məlumatları yoxdur. Lakin büdcəyə pul girsin deyə səhm satış eləyirlər. Yəni bu şirkətlərə ilk olaraq girmək riskli və mənasız bir addımdır. İkinci olaraq dostlar, düzgün alış nöqtəsi seçməməyə və düzgün alış nöqtəsi seçməyərəkdən deməli sırf alış nöqtəsindən sonra dayanmaq dostlar. Məsələn, biz bu AY və texnologiya şirkətinə dostlar 13 dollardan yatırım etmişdik. Bu gördüyünüz kimi bu 17-18 dollar həcmində satış nöqtələri var və buradan davamlı olaraq satış
təzyiq altındadır bu səhəm. Biz buradan satmadıq. Nəticədə nə oldu? Satış təzyiqi ilə bazarın da Nasdaqın da deməli əks yönə mənfiyə doğru gedişinə düşdü 9 dollara. Biz hardan aldıq? Məsəl üçün 13 dollardan aldıq, amma səhmin dəyəri düşdü 8-9 dollara. Biz buradan alış etmirik. Gözləyirik ki, bu səhmin dəyəri yenidən 17 dollar olacaq, 14 dollar olacaq. Biz yenidən qazancda olacağıq. Amma biz bunu dərk etməliyik ki, dostlar, orta qiyməti əgər şirkət etibarlıdırsa, məsələn, Ayva Technology 100 milyon dollarlıq yatırım aldı. Şirkət etibarlıdırsa, şirkətin büdcəsi varsa, biz buna yatırım etməliyik ki, orta qiyməti aşağı salaq. Dediyim kimi bu hər şirkətə aid deyil. Və 9 dollardan aldıq, neynədik? Yenidən 17 dollarda 2x-da satdıq dostlar. Və salam götürdük 2x pulumuzu çıxdıq bazardan. Bazarda pul qazanmaq belə mümkündür dostlar. 100 il gözləməyin, bazarda nə ömrümüz yetər, nə pulumuz yetər, nə də səbrimiz yetər. Ona görə də düzgün alış və satışa önəm veririk. İkinci ən böyük səhv budur, düzgün alış və satışa önəm verməməyimiz. Üçüncü olaraq, Nasdaqın yönünün mənfiyə doğru getməsinə baxmayaraq alış etmək dostlar. Məsələn, sizə belə bir nümunə gətirim. Gəlin sizə Trumpın tarif şoku haqqında danışım. Mən şok deyirəm, yəni heç yerdə şok deyərək keçmir bu. Yəni tarif şoku deyərkən tarifləri qaldırması və nəticədə bazarın şok yaşamasından söhbət gedir. Və nəticə etibarilə 22 min dollardan 17 min dollara qədər düşüş oldu. Yəni bazarda elə bir səhmlər ortalama olaraq 50% dəyər itirdi dostlar. Hətta 60% dəyər itirənlər də olub. Yəni daha çox da itirənlər olub. Baxır o səhmin ölçüsünə, fəaliyyətinə və s. həcminə. Bəzi stoklar daha çox zərər gördülər. Gördüyünüz kimi dostlar 22 mindən 17 minə. Siz məsələn Nasdaq'a baxmırsınız, xəbərləri də nəzərə almırsınız. Eləcə yatırım edirsiniz. Dalbada aldınız 22 min dollardan. 21 minə düşdü, yenə də aldınız 20 minə. Yəni bu davamlı olaraq mənasız yatırımların heç bir daha doğrusu yatırımların heç bir mənası yoxdur. Yəni davamlı olaraq düşüş eləyərkən yatırımlar. Əsas yatırım budur ki, dostlar, RSI səviyyəsinə diqqət edin yatırım eləyərkən. Məsəl üçün alış nöqtələrinə uyğun olaraq alın deməli səhmləri. Nasdaqda diqqət edin. Baxın dostlar. Baxın, burada gəlin sizə alış nöqtələrinə uyğun nümunələr göstərim. Baxın, bu bir alış nöqtəsi, ikinci alış nöqtəsi. 3 dənə burada da var. Burada da 3 dənə alış nöqtəsi var. Burada ümumi olaraq alış nöqtəsidir. Bu nöqtələrdən alın dostlar. Şirkətlər, daha doğrusu traderlər, investorlar alış nöqtələrinə diqqət edirlər. Burada hər alış nöqtəsinə uyğun alış və yaxud satış əmri açırlar. Keçmişə uyğundan nəzərən gedir. Yəni 1-2 aya uyğun maksimum. Və bu nöqtələrdən alış və ya satış edirlər dostlar. Qrafiklərdə alış nöqtələrini nəzərə alın və yaxud RSI-ı nəzərə alın dostlar. Görürsünüz 37 səviyyəsindədir. RSI bir səhmin, bir kriptovalyutanın və yaxud hər hansısa bir göstəricinin çox alınmış və yaxud çox satılmış olduğunu deyir. 50-dən aşağıdırsa bu artıq çox satılmış nöqtədədir. 50-dən yuxarısa bu alınmış və 70-dən də yuxarıdırsa artıq çox alınmış. Yəni bu səviyyələrdədirsə artıq çox alınmış nöqtədədir. Bu səviyyələrə diqqət edin. Alış satışlarınızı hardasa bu səviyyələrə uyğun tutun. Yəni düzdür, məsələn bəziləri deyə bilər ki, mən indikatora uyğun alış satış etmirəm. Bunun deməyin də elə bir mənası yoxdur. Çünki bu indikator sizlərə futures əməliyyatlarından mən bunları məsləhət görmürəm. Mən bunu alış və yaxud çox alınmış və ya çox satılmış nöqtələr üzərində məsləhət görürəm. Demirəm bütün gün RSI-yə baxın, aşağıda salın, yuxarıda satın. Söhbət bundan getmir. Təbii olaraq qrafik üzərində də alış nöqtələrini nəzərə almalısınız. Lakin RSI aşağı düşdüsə, yəni bir müddət də olsa yuxarı qalxacaq. Bu məcburdur dostlar. Kriptovalyutalara aid deyil bu arada bu. Çünki kriptovalyutalarda vəziyyət tam başqadır. Yəni kriptovalyuta ilə şirkəti eyni tuta bilməzsiniz. Kriptovalyuta bir balondursa, şirkət isə bir şirkətdir, bir fabrikdir, böyüyən bir şeydir. Davamlı olaraq, yəni belə deyək, balonun satıcısıdır, balon satan dükandır. Belə nəzərinizə saxlayın. Yəni dostlar, kriptovalyutanı bir tutmayın. Kriptovalyuta sadə bir balondur. Amma şirkət həmin balonu satan dükandır və yaxud dükanın sahibidir. İkisindən biridir və yaxud hər ikisidir. Belə dostlar, üçüncü səhvimizi də dedik. Üçüncü səhvimiz də budur ki, bazarda trendləri nəzərə alın. Məsələn, 2008-ci ildə böyük böhran da gördüyünüz kimi böyük böhranda, yəni səhmlərin çox şişmiş, dotcom hadisəsini nəzərdə tuturam. Səhmlər çox şişmişdi internetin yeni yaranmasına görə və birdən partladı. Yəni bu partlama əsnasında davamlı yatırım etməyin nə mənası var ki, bu partlayış bitsin, ondan sonra daha doğrusu bitməsinə yaxın müddətdə alış etmək lazımdır. Məsələn, elə ola bilər ki, gördüyünüz kimi dotcom hadisəsində 1 il ərzində səhmlər düşmüşdü və yaxud 2000-ci ildə ipoteka böhranı ABŞ-da. Orada da 1 il, maksimum 2 il ərzində səhmlər düşdü dostlar. Gördüyünüz kimi 2 ildə səhmlər 1200-dən düşdü 800 dollar. Hətta 4000-dən daha doğrusu 800 dollar səviyyəsində. Yəni bu səviyyələr gedə-gedə davamlı olaraq alış etməyin yəni elə bir mənası yoxdur. Belə dostlar, bu gün 3 səhv haqqında danışdıq.
fond bazarına giriş edənlərin. Günlük bu qədər videomu bəyəndirsə like ata bilərsiniz. Kanala abunə ola bilərsiniz ki, artıq 300 abunə olaq, yəni 300 abunə az qalıb, 11 abunə qalıb. Lakin hələ də abunə olmursunuz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşənədək.